Bu sarı çiçeği yolda, bağda ya da tarlada görmüş ola bilərsiniz. Amma çox az insan bilir ki, bu sadə görünən çiçək əslində bədəni başdan ayağa yeniləyən təbii bir möcüzədir. Söhbət yer alması çiçəyindən gedir. Bəli, yer almasının yalnız kökü deyil, onun çiçəyi də sağlamlıq baxımından inanılmaz faydalar daşıyır. Odur ki, videonu sonuna qədər izləyin. Çünki bu bitki təbiətin gizlətdiyi ən təsirli sirlərindən biridir. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Yer alması çiçəyi tərkibində antioksidantlar, vitaminlər və iltihab əleyhinə maddələr saxlayır. Bu maddələr orqanizmi zərərli toksinlərdən təmizləyir. Xüsusilə də qaraciyərin fəaliyyətinə müsbət təsir edir. İmmunitet sistemini gücləndirərək bədəni xəstəliklərə qarşı qoruyur. Xüsusilə mövsüm dəyişikliklərində və yorğunluq dövrlərində yer alması çiçəyi çayı içmək bədəni canlandırır, enerjini artırır və orqanizmi balansda saxlayır. Dəri sağlamlığı üçün də çox faydalıdır. Müntəzəm istifadə sivilcə, qızartı və iltihab kimi problemləri azaldır. Dəriyə daha parlaq və canlı bir görünüş qazandırır. Xüsusilə qadınlar üçün isə ayrıca dəyərlidir. Yer alması çiçəyi hormon tarazlığını dəstəkləyir. Menstrual ağrıları azaltmağa və sinir sistemini sakitləşdirməyə kömək edir. Hər gün bir fincan yer alması çiçəyi çayı içmək stressi azaldır, yuxunu tənzimləyir. Həzm sistemini rahatladır və bədəni başdan ayağa təmizləyir. Bəs bu möcüzə çayı necə dəmlənir? Bir stəkan qaynar suya bir çay qaşığı quru yer alması çiçəyi əlavə edərək 10-15 dəqiqə ağzı bağlı şəkildə dəmlənilir. Daha sonra süzülür və istəyə görə biraz bal əlavə edilərək içilir. Bu qədər sadə. Göründüyü kimi yer alması çiçəyi sadəcə bir bitki deyil. Bədəni, ruhu və zehni tarazlaşdıran təbii bir şəfa mənbəyidir. Təbiətin gücü həmişə göz önündədir. Sadəcə biz onu görməyi unuduruq. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.